İster kız uşaqlar olsun, ister oğlan uşaqlar olsun, ne için yaşadığımız bu dövrdə bu kadar saygısızlıklarla büyük insanlar karşılaşır. Birçok yerlerde bakırsınız ki, görürsünüz ki yollar olsun, toylar olsun veyahut da meclisler olsun, yollar olsun, hatta içtimai nəqliyyat vasitələri olsun, sosyal medya olsun, kız uşaqları, cavan genç uşaqlar əyinlərində paltar olmayacaq dərəcədə soyunurlar. Və yaxud da bütün üzvlərini vəsf edəcək qədər dar geyinirlər. Və yaxud da danışıq üslubları ədəbsizcə, tərbiyəsizcə və davranışları bu qədər böyük həyasızca olur. Nə üçün oğlan uşaqlarının bir çoxları bu qədər tərbiyəsiz böyür, özündən böyüklərin yanında səslərini qaldırmağa utanmırlar? Və yaxud da özündən böyüklərinə qarşı tərbiyəsiz davranış sərgiləməkdən utanmırlar? Nə üçün zina eləməkdən utanmırlar, əxlaqsızlıq eləməkdən utanmırlar? Nə üçün qardaşlar oğurluq eləməkdən, banditlik eləməkdən, bunun haqlarına girməkdən utanmırlar? Bu şeyləri düşünmüşsünüzmü? Bunların hamısı tarih boyu olsa da yaşadığımız dönemde niye bunlar həddindən artıq çoxalmışdır? Niye bu kadar gənclərdən meydana gelen cinayətlər çoxalmışdır? Bunun səbəblərinin ən təməllərindən biri ailədə düzgün tərbiyə olmamalarıdır. Ana ata tərəfdən tərbiyə görməmələridir. Ana ata tərəfdən uşaqkən sorumluluqla əmanətdir deyə üzərində götürüb tərbiyə olunmamalarıdır. Allah oysa Kur'an-ı Kerim'de Tahrim suresinin 6. ayetinde buyurur: Ya eyyühellezine amenu ku enfusakum ve ehlikum nar. Bu ayet hususiyle kardeşler müminlere. Ey iman getirenler, özünüzü ve ailenizi cehennem odundan koruyun. El məhli değil ki bir kişinin arvadı da bir kişinin uşaqları da Allah'ın ona verdiği emanettir. Eğer bir insan elinden geldiği kadar ailesini güzel terbiye edemezse, Allah'ın hədlərini onlara öğretmezse, Allah'ın verdiği emanete xəyanət eləmiş olur. Valideynler bunu hiss eləməlidir ki, kıyamet günü onun cennete girməyinə də, cəhənnəmə girməyinə də onun ailesi bir vəsilədir. Eğer hakkıyla üzerine düşeni eda eləməsə, kıyamet günü onun hususi bir hesabı olacaktır. Peygamber sallallahu aleyhi ve sellem buyurur: Kullukum ra'in ve kullum mes'ulun an ra'iyetihi. Sizin hamınız sorumlusunuz ve herkes öz elinin altındayla sorumludur buyurur. Hadis Bukhari'de, Müslim'de gelir. Birçok ataları ben görürəm, möhtərəm kardeşler, real olarak hayatta görürəm. Övladları hakkında tənbih olunur. Övladları hakkında bilgi verilir. Ama övladlarına qadir olduğu halde onları toparlamırlar. Ta işten geçtikten sonra. Ondan sonrasında da ne olur kardeşler? Hem Allah'a asiliği olur, hem şeriate asiliği olur, hem insanlar arasında büyük cinayetler ve pislikler olur. Bunların hamısı, mesela bir defa bir kardeşle biz gedirdik, biri süratle maşınla geldi, geçti yanımızdan, bahalı bir maşın var. Valideyni de namaz kılanlardan biridir. Kardeşin özü izahat verdi ki, atasını uyarmışam. Dedim ki ne için uşağına sen izin verirsen ki bu kadar tehlikeli seviyede sen maşını sürürsen, böyle cevap verdi ki ben atamdan mesela pul görmemişim, mal görmemişim, olmayıp ben görmediğim uşağıma yaşadıram. Bu yanlış düşüncedir möhtərəm kardeşler. Senin atanın Allah verdiği bir ruzisi var idi ve sana Allah verdiği Allah'ın bir ruzisi var. Atanı Allah verdiğinden hesaba çekecek, seni de verdiğinden hesaba çekecek. Kıyamet günü kimsenin ettiği kimsenin boynundan asılmayacak. Herkes özü ettiğinden hesaba çekilecek. Olabilir bizim atalarımız kasıb olur. Ama biz atalarımıza inanmalıyıq ki atamız bizim için elinden gelen ediyor. Bu demek değil ki bugün atam bana neyse eləməyibsə olub da eləməyib. Atalar bəzən aciz olur kardeşler. Ve burada bunu pis istifade etmemek lazımdır. Sen oğluna bakalı maşın almak, sen kızına bakalı paltar almak, onların cibini pulla doldurmak, gönderip onları kefte damakta gezdirmek, əslində bu senin uşağına ettiğin yaxşılıq değil. Bir gün senin burnundan çok fitil ve seni incidəsi şekilde gelecek.
Ne için bugün birçok yekə kişilerdir uşaqları, balaca uşaqlarının qabağında bir balaca şey kadar hörmətləri yoxdur. Uşaqları əmr eləyir atalarına, uşaqlarının sözü keçir. Uşaqlarının sözü deməyə qorxur. Niye birçok valideynler bugün müəyyən yaşa çatdıktan sonra övladları tərəfindən xidmət olunmur? Yani övlad atasına baxmır, anasına baxmır, ölümə tərk edirlər. Niye? Çünkü zamanında övladlarını çox qudurdular. Zamanında övladlarına çox dil veriblər. Əməl insanın çəkdiyi cəza əməlinin növündəndir. Vaxtı ilə düzgün tərbiyə eləməyən qardaşlar, Allah onu bir yerdən çıxardır. Hələ bunun ahirətdə də sorumluluğu var. O valideyn ki, biri gəlib övladı haqqında ona xoşa gəlməz bir şey deyəndə ört bastır edir bunu. O valideyn ki, biri gəlib övladı haqqında ona yanlış bir informasiya verəndə, o informasiya verənlərlə düşmən olmağa çalışır və yaxud da onlar bir yola rədd eləməyə çalışır. Vallahi övladına ən böyük xəyanət eləmiş valideyndir bu. Övladına ən çox pislik eləmiş valideyndir bu. Heç kəs gəlib kiminsə övladı haqqında durduğu yerdə pis məlumat verməz. Dürüst valideyn bunu ciddiyə alar, övladının həm ahirətini, həm bu dünyada gələcəyini qurtarmaq üçün plan tükər. Ama kardeşler, o sevgi ki, o övlad sevgisi ki, sen o övladını cehenneme aparır. Bu sevgi değil. Bu Allah'ın verdiği emanete xəyanətdir. Bu doğru davranmamakta, emanetin qədrini bilmemektir. Muhammed sallallahu aleyhi ve sellem'in övladları yok idi kardeşler. Peygamber sallallahu aleyhi ve sellem oğlanları da var idi, kızları da var idi. Halifelerin oğlanları, kızları yok idi. Hamsının oğlanları da var idi, kızları da var idi. Bakın görece terbiye edildiler. Peygamber sallallahu aleyhi ve sellem ciyar parçası olan kızı Fatime'ni çağırır, der ki, ey kızım, cennete girmek için emeller et, ben sana kıyamet gün fayda vermeyeceğim. Ben sana kıyamet gün fayda vermeyeceğim. Atana güvenerek səhlənkarlığa yol verməkdir. Bugün birçok adamların, kardeşler, övladlarının yanlışa yol verməyinin səbəbi atalarına yanlış yere güvenmələridir. Övlad sənə güvenip asilik edirsə, bunun da kıyamet günü əlavə bir hesab olacak. Çünkü sen vesile olursan, Peygamber sallallahu aleyhi ve sellem buyurur ki, xeyrə yönəldən onu etmiş kimidir, əks mənası da qardaşlar, şərə yönəldən də onu etmiş kimidir. Eğer səndən olan övlad, sənə arxalanaraq, sənin malına, puluna, vəzifənə, gücünə arxalanaraq Allah'a asilik edirsə, Allah azze ve celle bu məsələdən səni xüsusilə şərə vəsilə olduğun üçün hesaba çəkir. Övladlar kardeşler valideynin imtihanıdır. Bu imtihandan valideynliği keçir, kəsilir. Eğer keçərsensə, bu övlad senin elinden tutup cennete aparacaq. Eğer sen kəsilərsensə, bu övlad senin elinden tutacaq və yaxud da senin cəhənnəmə girməyəmə səbəb olacaq. Niye biz Allah'ın əmrinə, Allah'ın tövsiyəsinə uymuruq ki, özünüzü ve ailenizi cəhənnəm əzabından qoruyun derken, biz özümüzlə beraber uşaqlarımızla ailemizlə cənnətə Niye? Niye uymuyor ki? Ve bunun yollarını niye öğrenmiyor kardeşler? Uzun sözün kısası, bu yaşadığımız dönemde kardeşler, bu cür terbiyelerden valideynler boyun kaçırdığı için, övlad terbiyesinde səhlənkarlıq elədikləri için yeryüzünde bu kadar fesat törənmiştir. Siz övladlarınız sizin yanınızda özünü necə aparır, o şekilde görmür. Eğer övladlarınızı tanımak istəyirsinizsə, övladlarınızın oturup durduğu, dostluq elədiyi adamlara baxın. Kişi dostunun dininde olan, sizden biriniz baksın kiminle dostluq edirdi Peygamber sallallahu aleyhi ve sellem. Bugünkü günde senin övladın var 6 yaş, 7 yaş, 10 yaş, həddi buluğa çatana yaxın. Sen övladın en azından telefonunu rəqabət elə. Kimle danışır, kimle oturur durur, neyle məşğuldur? Verdiğin emaneti, verdiğin pulu asiliye mi, yoksa Allah yolundan mı, yoksa önemli şeylere mi harcayır? Bunların hamısını nezaret etmek zorundasın. Aziz kardeşler, övlad tərbiyəsi çığırıp bağırmakla olmur. Övlad tərbiyəsinin etapları var. Birinci etap odur ki, valideyn, ana ve ata övladına örnek olmalıdır. Eğer uşaq gözünü açıp görərsə, ana yalan danışır, ata yalan danışır, evde söyünç var, evde artıq əysi hərəkətlər var, sen bu övladdan yaxşı olmağını gözləmə. Eğer görsə ki, evde ana aferisttir, ata aferisttir, herkes birbirini aldatmanın peşindedir,
bu övladdansa yaxşı övlad olmağını gözləmə. Əgər evdə ata övlad böyüyüb görsə ki, hər hansı bir günahlar utanılmadan edilir, bu övladdan yaxşı olmağını gözləmə. Övladlar ilk tərbiyəni, təməl tərbiyəni ailədən götürülməkdir, qardaşlar. Ona görə bu ağır bir sorumluluqdur valideynlərin üzərində. İlk tərbiyə metodu nədir? Gözəl övlad istəyirsənsə, valideynlər övladlarına gözəl örnek olmalıdır. İkinci, ən gözəl tərbiyəli övladlar istəyirsənsə, övladlarını tərbiyəli adamlarla dost olmasını əmr edir. Övladın salih insanlarla oturduğudur. Kişi dostunun dilində olar, sizdən biriniz baxsın kiminlə dostluq edir. Həmçinin möhtərəm qardaşlar, tərbiyənin yollarından biri övladlarımıza doğru inancı, tək Allahı, cənnəti, cəhənnəmi, o dünyanı hesabı anlatmamızdır. Bu inanca düşmələrinə vəsilə olmamızdır. Allah Quran-ı Kərimdə Loğman Aleyhisselamın oğlunu tərbiyə edərkən nədən başladığından Allah Teala vəsif edir. Lə buneyyə, lə tuşrik billah. İnnə şirkə lə zulmun azim. Loğman Aleyhisselam oğlunu çağırır, övladını çağırır və övladına elm öyrədir, tərbiyə verir. Deyir ki, ey övladım, tək olan Allaha ortaq qoşma. Əgər övladlarımızı doğru əqidə üzrə yetişdirəriksə, bizim övladlarımız zina eləməz. Bizim övladlarımız banditlik eləməz, bizim övladlarımız cinayət eləməz, bizim övladlarımız oğurluq eləməz, valideynlərine qarşı tərs böyüməzlər və bizim övladlarımız Allaha şərik qoşmazlar və bidət eləməzlər və doğru və dürüst və səmimi övladlar olurlar. Ona görə qardaşlar, peyğəmbərlər belə peyğəmbərliklərinə güvənib, uşaqlarını belə buraxmayıblar, çağırıb Allahın əzəmətini onlara başa salırlar. Övladın tərbiyəsinin gözəl tərbiyəli olmasının vəsilələrindən biri valideynlərin duasıdır. Övladlarınızı, qardaşlar, dualardan əksik eləmə. Allah Azze ve Celle İbrahim Aleyhisselam hakkında danışanda İbrahim Aleyhisselam'ın duasını Allah qeyd eləmişdir. İbrahim Aleyhisselam buyurur ki وَجُنُبْنِي وَبَنِيَّ اَنْ نَعْبُدَ الْأَصْنَامِ Ey Allah'ım, məni və övladlarımı bütlərə ibadət etməkdən qoru. Ona görə əziz qardaşlar, bu xitabım mənim xüsusilə Allaha inanan adamlaradır. O dünyaya inanan adamlaradır. Müslümanam deyən adamlaradır bugün. Müslümanlar bugün danışıqdan daha çox əməlləri ilə başqalarına örnek olmaq məcburiyyətindədir. Çünki insanlar bugün insanların etdiklərinə baxın, danışdıqlarını deyil. Eləcə də bu umumi qayda olduğu üçün övlad və valideynin etdiyinə baxın, valideynin danışdığını deyil. Allah Azze ve Celle'den diləyirəm ki, zürriyyətimizi salihlərdən eyləsin. Allah Teala'dan diləyirəm ki, əlimizdən tutup bizi cənnətə aparan zürriyyətlərə sahib olmağa nəsib eyləsin. Bizi və ailəmizi cəhənnəm odundan qorusun. Aquluna təsma'un və estağfirullahal azim li və lakum və lisa'il muslimin min kulli zənbin estağfiruhu innehu huvel